Səhərin təmiz havası, otların üstündəki şeh damlaları, çobanın uzaqdan eşidilən səsi. Hər şey bu yerlərin, Kəlbəcər yaylaqlarının özünə məxsus ruhundan xəbər verir. Kəlbəcərin minlərlə metr yüksəkliklərdəki yaylaqları. Burada həyat şəhərdən tamamilə fərqli, təbiətin ritmi ilə ölçülür. Gün doğanda qoyunlar dağa çıxır, axşam gün batımında isə yenidən çadıra qayıdır. Amma nə bu qoyunlar, nə də bu yaylaq təkcə dolanışıq üçün deyil, əsrlər boyu davam edən ənənələrdən xəbər verir. Yaylaq öz yaylaqlarımızdır, dədə-baba torpağımızdır. Məhsulumuzdakı hər şey mal, qoyun, xama, hamısı yağı, pendiri, südü, hər şey təbii. Öz məhsullarımızdır. Özümüz də onu satışa çıxardırıq. Həmin məhsullardan satışa çıxır, istifadə edirik, dolanırıq, min şükür. Otu da ki, buranın qutarası deyil. 5 ay, 6 ay burada biz heyvan otarırıq, onun kökünü kəsmək mümkün deyil. Günün başlaması böyüklü kiçikli hamını işə cəlb edir. Kişilər malqaranın otarılması üçün atları yəhərləyir. Qadınlar süddən ağartı məhsulları hazırlayır. Uşaqlar da bu işlərə kömək üçün əllərindən gələni edirlər. 99-cu ildə həyat yoldaşım Kəlbəcəridir, ailə qurmuşam. Əvvəlcə mən arı ilə gəlmişəm. Yoldaşım qoyunu, maldarığı gətirmişdi təsərrüfatı. Mən özüm arı ilə gəlmişəm. Ona görə yoldaşım dedi ki, buralar cənnətdir. Amma özüm keçmişdim portaldan. Dedim ki, əgər elətsə mən gəlirəm ora. Çox da xoşum gəldi. Çox mənzərəli, də mənim ürəyimcə olan bir yerdir. Çox sevirəm buraları. Yay fəslində təsərrüfatı daha yaxşı bəsləmək məqsədi ilə köç edilən yaylaqlarda paylaşılan işlər buranın sakinlərini xoşbəxt edir sanki. İllərin həsrətinin başa çatması isə bu xoşbəxtliyi ikiyə qatlayır. Atam, anam həmişə danışırdı ki, gözəl yerlərimiz var. Biz Kəlbəcərliyik, Kəlbəcərin gözəl yerləri var, gözəl torpağı var. Gəldim, gördüm bu yerləri. Təsərrüfatımızı gətirmişik Kəlbəcərə. Bu yerdən 4 ildir gəlirəm bura. Gözəl yerlərdir. Hamıya qismət olsun buraları gəlib görmək. Burada saxlayırıq. İnəkdir, qoyundur, keçidir, töyöxtücədir, hünüşqadır, hər şey. Hər şey saxlayırıq. Heyvan yaxşı şeydir, təsərrüfat yaxşı şeydir. Allah şükürlər olsun, azad olunubdur. Gözəl torpaqlardır, saxlayırıq, yaylaqdır, bərəkətlidir. Əziyyətli olsa da bərəkətlidir. Avqust ayı olmasına baxmayaraq, Alagöllər yaylaqlarında hava kifayət qədər sərindir. Elə bu şərait də əzəmətli dağlarda qoyun quzunu otarmağı asanlaşdırır. Çobanın ən çətin yolları təhlükəsiz keçməsində yardımçısı isə atlardır. Kəlbəcər yaylaqlarının ən etibarlı nəqliyyat vasitəsi at hesab olunur. Amma buranın sakinləri üçün atın həm də bir rəmzi mənası var axı. 30 illik işğaldan sonra yenidən dədə-baba yurdlarına qayıdan Kəlbəcərlərin yaylaqlarını belə gözəl atlar bəzəməkdədir. Niskil, həsrət, köçkünlük. Son qərinənin susqun qalan Kəlbəcər yaylaqları artıq yenidən canlanır. Bu dağlarda həyat qaldığı yerdən də davam edir. Vurğun Mədətov, Namiq Ağayev, İTV Xəbər, Kəlbəcər.